Dostlar salam. Bizdə adətən isidilən döşəmə sisteminin temperaturunun aşağı salınması üçün müştərilərə RTL klapın təklif olunur. Kiçik sahələr üçün normal olsa da, böyük sahələrdə bu sistem düzgün işləmir. Çünki səth bərabər qızmır. RTL klapını isidilən döşəmə sistemində istifadə etdikdə yüksək temperatur borulara daxil olur və onların istismar müddətini azaldır. RTL klapından düzgün istifadə etmək istəyirsinizsə, onu bu qaydada istifadə etməlisiniz. RTL klapın bütün digər qarışdırıcı qurğular kimi mütləq nasosla birlikdə istifadə olunmalıdır. İsti su bu şəkildə daxil olur və RTL klapından keçir. Geri dönüş xətti isə burada gedişlə qarışır və sistemə ötürülür. RTL klapının sensoru temperaturu hiss edərək klapanı açıb bağlamaqla temperaturu tənzimləyir. Bu cür konstruksiyanı standart kollektor qutusunda yığmaq demək olar ki, qeyri-mümkündür. Çünki burada gördüyünüz kimi birləşdirici hissələr həddindən artıq çoxdur. Bu konstruksiya daha yaxşı olar ki, qazanxanada quraşdırılsın. Yox, əgər buna imkan yoxdursa, TMN yeni açılmış mağazasına gələrək Afrisonun kollektor üçün olan qarışdırıcı qruplarını əldə edə bilərsiniz.